Sosiopat xəstəliyi. Hə, sosiopat. Bu sosiopat xəstəliyi Azərbaycanda daha... Nədir o? Deməli, bu xəstəlik budur ki, bəzi insanlar özlərini başqalarından daha üstün görür, özlərində qüsur görmür. Başqalarının, deyək ki, haqqını danmaq, bunun üçün əzmək, başqalarının haqqından keçmək bunlar üçün adi şeylərdir. Hər şey bunun özünə xidmət edir. Azərbaycanda bəzi adamlarda, çox adamlar, bəzi adamlar yox, xüsusilə bugün bir şey eləyə bilməyib, deyək ki, dünən az-çox hərəkəti olan, görünən adamlarda bu sosiopat xəstəliyi özünü çox bir üzər edir, çox qabarıq göstərir. Bəzi insanlar, indi biz sosiopat dedik, elə bizim özümüzdə də indi o xəstəliyə qədər görürdük, deyirdik də, bəzi insanlarda özünə vurğunluq yaranır. O dərəcədə vurğunluq yaranır ki, hətta bu Kemal Sunalın bir filmi də var ondan qalır. Bələdiyyə başqanı sesini. Dünən deyək ki, hər şeyə yumuşaq yanaşan, hər şeyə obyektiv yanaşanlar o qədər özünə vurğunluq yaranır ki, hər şey ondan başladığı fikrinə gəlir. Hətta əstəğfurullah Rəbbi və Tobi ilə az qala bunlar düşünür ki, elə bu cəmiyyəti, bu dünyanı, bu şeyi də biz yaratmışıq.